İstənilən gələcək filmin təməli peşəkar kinodramaturgiyadan qoyulur. Bu xüsusda xarakter və dialoqlar mükəmməl ssenarinin sütunlarını təşkil edir. Noyabrın 1-də Azərbaycan Kinematografçılar İttifaqı məhz bu məsələlərə aydınlıq gətirmək üçün meydanı ssenaristlərə vermişdi. Tədbirin adı da belə idi. Ssenaristlərin meydanı, xarakter, dialoqlar. Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçən və 3 saatdan artıq davam edən qızğın müzakirə mövzu çərçivəsində kinodramaturgiyamızın üzləşdiyi problemləri kifayət qədər şəffaf şəkildə ortaya qoydu. Ssenarist dramaturq İsmail İman, ssenarist Nicat Dadaşov, ssenarist rejissor Nurlan Həsənli və ssenarist mentor Pərviz Məmmədov əvvəlcə mövzu ardıcıllığı üzrə moderatorun suallarına cavablandırdılar. Ssenari yazma prosesinin hansı mərhələsi sizə çətinlik görədir və bu problemin öhdəsindən necə gəlirsiniz? Məndə ən əsas problem başlamaqdır. Yəni o ağ vərək, o düşməndir də bizim üçün. Yəni onu görmək, yəni o birinci addımı atmaq böyük problem olur adətən və məncə bu hamıda var həmkarlarla da danışanda mən görürəm ki, eyni problemlər var bizdə. Əsas problem də o, başlamaq və ilk addımı atmaq və həmin momentdə sən düşünürsən ki, sən heç də bacarmırsan, təbii ki, sən ümumiyyətlə bu peşədən getməlisən, yəqin ki, bu səhvdir və s. Amma sonra hansısa obrazı tapırsan, hansısa səhnəni tapırsan, onun üstündə başlayırsan işləmək, sonra baxırsan ki, bunun yılıldı biraz. Artıq nəyəsə oxşuyur, bu sağlam bir uşaqdır, elə bir ki, əlləri yerində, ayaqları yerində və artıq qidalamaq lazımdır, döyüşün biraz. Sizin sözünüzün müvətti, Nobel mükafatçısı, İspaniyaçı Servan'da söz vardı, o deyirdi ki, mən hətta yazmaq istəməyən də belə özümü məcbur edirəm, masa arxasında otururam və bu hər dəfədə mənim üçün faydalı olur və masa arxasında oturandan sonra artıq başlayıram adaptasiya olmağa, yəni o mənada fikirlərinizə çox qalır və öz təcrübəmdə də bunu istifadə eləmişəm yeri gəlmişkən. İcad buyurun. Belə bir şeydir, mən İsmail'in dediyi onsuz da aktual məsələdir. Onun özündə, belə deyək də, o bariyeri aşılamaq üçün belə bir metod tapmışam. Tapmışam deyəndə, yəni özüm üçün, bəlkə bu təbii ki, çoxdan kəşf olunduğu məsələdir ki, ağ vərəqin qarşısında dayanmadan yazmaq. Yəni, bizdə bir mükəmməlçilik var axı, yəni perfeksionizm var ki, yəni mən səhnəyə tam hazır olmadığım sürəcə bir şey yazmağa başlamayam. Zaten ssenari səhnəsini yazmağa başlamışdan əvvəl o qədər uzun bir mərhələlər var ki, özünün tapılması, xarakterin formalaşdırılması, treatmentin qurulması və s. və ilaxır. Amma məsələ gələndə ki, yazmağa, yəni o biraz, belə deyək, ağ vərəq problemi var, amma düşünmədən yazanda bir də görsən ki, bu təkər özü üçün belə çarx dönməyə başlamış. Şəxsən mənim üçün ən ağır mərhələ treatment mərhələsi. Müəyyən bir senaryoda ideyanın tapılması çətin ola bilər. Müəyyəndə final var, əvvəldən tapmaq olmur, bəzisində final yoxdur. Yəni bu dəyişir, senaryoya görə dəyişir. Yəni belə ümumiləşdirib bir qərar deyə bilmərəm ki, bu tərəfi çətindir. Çünki həqiqətən senaryo dəyişir mənim üçün. Digər tərəfdən ən çətin yəqin ki, mənim üçün başlamaq məsələsi qatılıram 100%. Digər məsələ isə mənim üçün həmişə bu olur ki, məndən başqasına da maraqlıdır bu hikayə. Bunun üstündə fikirləşmək həmişə mənim üçün daha çətindir və bunu tapmaq. Bunun üçün tapdığım özümdə metodologiya, başqasından istifadə edirəm bunu. Paul Schrader'in bir məşhur metodologiyası var, çox xoşuma gəlir və bunu yoxlayıram. Onun bir təklifi var ki, bir hekayə karkas formasında ağlınıza gələndə, onu dostlarınıza, tanışlarınıza haradasa oturub ilimə yenilsəndə danışın bunu. Amma bu metodla danışın. Danışırsınız, müəyyən bir hissəyə çatanda deyirsiniz ki, üzr istəyirəm, bir tualetə gedim, yaxud da bir çölə çıxım gəlirəm. Gedirsən və qaydandan sonra tamam başqa bir şeydən danışırsan. Və gözləyirsən ki, onlar soruşacaqlarmı ki, bayaq hekayə danışırdı, nə oldu onun axı? Ona əgər sual verirlərsə, demək ki, hekayəniz sizi diqqəti çəkib və davam eləmək lazımdır hekayəni. Əgər qayıdıb o sualı verməyəcəklərsə, demək ki, bu hekayə sizdən başqasına maraqlı olmalıdır.
Bu metod həm testing metodu kimi istifadə olunur, həm də ki, siz hər dəfə bunu başqa adamlara danışanda hekayəni daha da inkişaf etdirə bilirsiniz. Bu da ona kömək yaradır ki, boş kağızdan başlamırsınız. Yəni, ağ kağızdan artıq müəyyən bir karkas yaranır və o ağ kağızın xofu sizdən gedir. Artıq nəsə var sizdə ki, oturub yaza bilirsiniz. Əslində, açılış səhnəsi, yəni təbii ki, bir qorxusu var, ağların qorxusu var. Sadəcə olaraq məndə mükəmməlçilik olaraq hazırlıq prosesini çox aparıram, yəni personaj və s. Başlamaq, məndə o başlamaq prosesinin özü biraz vaxt aparır. Mən üçün ən çox narahat edən şey hekayənin haqqda olması. Yəni, mən bir senari yazıram, senari bitir, mən hələ tapa bilməmişəm ki, hekayənin haqqda filmləri tutaq ki, hər şey yerində otuzdurmuşum, yəni durumu, sujetini, personajını, nə markasını, nə şeydir. Yəni, nə haqqdadır? Sorkin deyir, Aron Sorkin deyir, mən senarinin birinci draftını anlamaq üçün, hekayənin nə olduğunu anlamaq üçün yazıram. Ən çətini o. Onu anlayandan sonra artıq əlində olan materiallardan başlayıram işləməyə. Bir də tam metrajlıqda sırf təxminən 40-60 dəqiqə arası müəyyən bir tək şeydə deyil, yəni məndə deyil, oxuduqlarında da bir çox müəlliflərdə o hissədən şikayət edirlər ki, oradakı artıq sujetlər başlayır artıq sönməyə, yəni filmin ortasına yaxın. Orada müəyyən bir çətinliklər ola bilər. Siz özünüz və yaxud da bir senarist, tutaq ki, bir xarakter, personajın xarakterini yaradarkən, özellikle mən ikinci dərəcəli obrazları toplanacağım, o başqa, amma indi qəhrəmanlardan söhbət gedir. Xarakterini yaradarkən, onun xarakteri, individual xüsusiyyətlərini, zahiri və daxili planını yaradarkən nədən başlamalıdır? Və yaxud da, deyək ki, özünüzə yad olan bir xarakterdir, siz heç bunu həyatda görməmişsiniz, ilk dəfədə eşidirsiniz, amma siz bunu yaratmaq istəyirsiniz, nəsə bir maraqlı bir əhvalatdan. Bu xarakteri necə yaradırsınız, necə işləyirsiniz? Yeni təxəllüslə mi əsaslanırsınız, müşahidələrinizlə mi? Yoxsa bu, başqa nəsə bunun bir resepti varmı? Mən üçün öncə bir şeye başlayanda hekayənin haradan başlayacağı önəmlidir. Yəni, qəhrəman personajın arkası çox önəmlidir. Mən üçün bu çatışmazlığı var, qorxusu var və s. Bu necə transformasiya keçirəcək, necə dəyişəcək? Ondan sonra beynimdə hansı bir struktur quram, hekayənin sxemini ya özüm üçün qeydlər çox eləndə motivasiyası, daxil çatışmazlığı və digər şeylər. Əgər hansı bir qarşılaşmışam, hansı bir ideya ilə personaj mənə tanış deyil və o personajda əlbəttə ki, özümə yaxın hansısa bir şeylər tapmağa çalışıram ki, yəni mən onunla yaxınlaşa bilim, identifikasiya edə bilim, yəni o mənə çevrilə bilim, onu tam özüm kimi anlaya bilim. Bir sual verim, siz personajı transformasiya etməklə, bunu öz həyat təcrübənizlə mi kifayətlənirsinizmi? Onun personajın xarakterin xüsusiyyətlərini yaratmaq üçün. Yəni, bu yetərlidir mi həyat təcrübənizin üçün, bildikləriniz? Həyat təcrübəsi yetərli olmaya bilər, yəni hansısa bir personaj. İşlədiyim bir personaj var idi, bir qız idi, bir qorxu janrındaydı. Yazmışam əldə qalıb, pandemiya dövründə. Onda belə bir xüsusiyyət var idi ki, məsuliyyətsiz biri idi, hər yeri gecikirdi. Əslində mənə aid olan bir şeydir. Mən onu təxminən 20 həftəyə işləmişdim. Amma onu bitirənə yaxın, mən özümdə o şeyi dəyişməyə başladım. Mən artıq heç vaxt gecikmirdim. Yəni, mən yadıma gəlməmişim, gecikirdim müəllimlər. O vaxt mən təvam müəllimin kursundaydım. Yəni, tənqid edirlər və s. ki, müəllim səndən əvvəl gəlir. Yəni, mən sadəcə o personajı fokuslanmışdım. Əslində bu bir nöqsanım idi və s. Personajı təbii ki, özündən nələrsə qatırsan. Amma bir də var ki, hansısa bir personajla bağlı mənim müəyyən bir şəxsi təcrübəm yoxdur. Yadıma bir şey düşün, məşhur senaristlərdən biri deyir ki, adını unuttum, deyir ki, mənfi qəhrəmanı yaratmaq senaristlər üçün daha belə zövqlüdür. Çünki işlərdə olan o bütün o pislikləri, kimi gizlətdikləri, o da ikinci məni ora tökürlər. O sağlayırdım, çox sağlayırdım. Buyurun. Sual düz yadımda qaldısa, motivasiya obrazı yaradanda özünüzdən nəsə qatırır? Yox, misal üçün onun xarakteri individual özünə xas cəhətlərini, fərqliliklərini yaratmaq üçün bir senarist nədən başlamalıdır, siz nədən başlayırsınız və müşahidənizə əsaslanırsınız təxəllüsünüzə, yoxsa başqa real materiallara? Buyurun. Birinci növbədə mənim üçün həmin vaxtdakı hiss önəmlidir. Yəni, mən o obrazda ilkin başlayanda hansı hisslə yanaşıramsa, o hissi bilməliyəm, təcrübəni. İnstiktiv, yəni. O hissi, təcrübəni bilməliyəm. Yəni, o hadisəni deyil, məsələn, 2-ci Dünya müharibəsində baş verə bilər, 1-ci Qarabağ müharibəsində baş verə bilər. Hansılar ki, mənim heç şəxsi təcrübəm yoxdur orada. Amma obraz hansı hisslə hərəkət edəcəksə, o hissi mən nə vaxtsa təcrübə edəməliyəm.
Yəni mən düşünürəm ki, məlumatın olmadığım bir hadisədən, bir dövrdən hekayə yazmaq olar, film çıxartmaq olar, amma təcrübə edilmədiyi hiss üzərindən film yazmaq olmaz. Mən belə düşünürəm. Daha sonra isə həmin hissin üzərindən bəli, o dövr araşdırılır, başqa intervyular, o dövrdə yaşanmış və yaxud da tarixçilər nədirsə artıq araşdırılmalıdır və obraz o şəkildə inkişaf etdirilməlidir. Amma içindəki hissi araşdırmayla, nə bilim, suallarla qazanıla biləcək bir şey olduğunu düşünürəm. O hiss səndə olmalıdır, o filmdəki hiss. Qaldı ki, məsələn, negativ məsələ ilə bağlı isə mən əksinə bunun tərəfdarıyam ki, müsbət obrazlarda istifadə olunmalıdır bu negativ tərəflər. Dedikcə, yəni müəlliflər öz negativ tərəflərini çox rahat verir, çünki antagonistlər yüklülər. Yüklülər, amma mən amma əslində protagonist tərəfdən istifadəsindən daha uyğun sayıram və o daha canlı olur. Çünki sən bildiyin, təcrübə elədiyin negativ xüsusiyyətləri əsas obrazına yüklürsən və bu çox daha canlı olur. Belə düşünürəm. Çünki hətta mən çox vaxt deyək ki, əxlaq kodeks tərəfindən negativ sayılacaq mənfi xarakterlərdən çıxış eləməyi daha çox sevirəm. Yəni, ilk onunla başlamaq daha xoşdur. Yəni, nələr ki, biz pis baxardıq, onlardan oynamaq, onları istifadə eləmək, insanın özünün qaranlıq tərəflərindən istifadə eləmək daha maraqlıdır. Bu, öz şəxsi təcrübəmdir. Yəni, məsələn, mənə müəyyən mənada ədəbiyyat kömək edir, nə barədə? Bu, dramaturji ədəbiyyatdan söhbət gedir. Misal üçün, Linda Segelin əsəri var, kitabı var, yaxşı hekayəni necə mükəmməl eləmək olar. Qəhrəmana verilən 70 sual var. Bu, ilkin bir forma, çizgi yaratmaq üçün qəhrəmanlar. Yəni, fizioloji, sosioloji, psixoloji məqamlar onu ən azı bir portret özün üçün, tanımağın üçün, yəni ən azı bir fizioloji, bunun görkəmi necədir, necə görürsən. Ona bir suallar versən, 70 səhvlərsən, 70-ə yaxın sualdır. O sualların əsnasında artıq sən bir qəhrəman formalaşdırırsan. Onu artıq müəyyən mənada bir tanıyırsan, bir söhbət eləmiş olursan onunla. Və bunun üstünə təbii də digər məsələlər, digər ədəbiyyatlarda var. Mayuşa gibi var, onun da üç katı, xarakterin üç katı var. Bunları elədikcə sən artıq qəhrəmanınla bir söhbətə girdikdə artıq onun daxil etdiklərini, motivasiyasını, məsələn, tanıdıqca təbii ki, özündən bir şey qatmaq məcburiyyətində deyilsin qəhrəmanlar. Yəni, Hannibal Lecter olmaq məcburiyyətində deyil. Amma o hiss məsələsində çox vacibdir. Səni ondan bağlayan, niyə bu qəhrəman haqqında yazmaq istədiyin bir məsələ çox vacibdir. Yəni, niyə? Misal, Hannibal Lecter seçir. Misal, o təbii ki, o sinarisində özünün cavabı var. Amma hər halda onu tapmaq üçün müəyyən bir xəritəsi var da bunun. Yəni, bu sinariyəsində bir riyazi bir düsturu var mı? Yəni, belə bir vəhlə çıxdığımız bir yol deyil. Çıxana görə qabağımızda nə olacaq? Yox, bunun bir aktları var, bunun bir qəhrəmanı formalaşdırmaq prosesi var, diyaloqun, usul diyaloq və s. Bunun elmi var da. Yəni, belə pseudo-Hollywood kinolarının təsirliyi bu belə götürdü qələmi, gecə oyandı və yazdı. Yəni ki, olmur. Olursa da kimdəsə, olur kömək olsun. Yəni, ən azı biz, yəni nə yaxşı ki olaydı, gecə oyanaydıq. Gecə olurdu, nəsə olurdu. Yox, nəsə olurdu, biz gecə oyanda belə hekayə tapırıq. Yəni, belə oyanaq ki, belə... Gecə vaxt hansı obraz tapa bilərsin, hansı elementlər. Element tapırsan, hə. Mən adətən özümə voice göndərirəm. Mən qeyd edirəm ki, sabah yaddan çıxacaq. Amma totalda dediyi bu məsələlərdir, yəni qəhrəman tanımaq üçün ən azı onunla bir ünsiyyət qurmaq lazımdır beyindəki, yəni kimsə sən... Məsələn, siz bunu edərkən nəzəriyyələrə əsaslan, nəzəriyyələr üzərindən İlkin etap. İlkin etap. Aha, sonra? Sonra artıq, yəni prototip olaraq bir referens dediyimiz bir məsələlər var. Yəni velosipedi tezdən kəşf etməyə ehtiyac yoxdur. Yəni bu qəhrəmanların bir prototipini tapırsan. Və necə tapırsınız onu? Çünki burada gənc senaristlər falan var, onlar üçün çox maraqlıdır. Necə tapırsınız? Çox bir əziyyətdir. Necə tapmaq üçün gərək bir insana bir oxuduğu, baxdığı bir kitablar bağlasmaq lazım. Kitablardan başqa. O dolabı açanda orada bir şey görmək lazımdır. Mən deyərdim ki, müşahidədir. Yəni, o qəhrəmanı tapmaq üçün çalışan müşahidə formasında onu tapın. Hansı elementləri, hansı sözləri, görünüşü, o elementlər və təbii ki,
özündən də nəsə qatıram və təbii ki, hər bir qəhrəmanda məndən nəsə var. Və bu belə bir fürsətdir də sən qəhrəman hansı pis hərəkətlər eləyə bilər və sən düşünürsən, sən necə özünü aparardın bu situasiyada, bu hərəkətlərlə və bu belə bir fürsətdir də sən yəni pis qəhrəman kimi özünü aparırsan və amma reallıqda sən təbii ki, buna eləmirsən də, yəni düşünürsən ki, sən necə eləyərdin. Sadəcə mən həmişə çalışıram məntiq qalsın, yəni qəhrəmanın hərəkətlərində məntiq olsun. Başlar ki, bu tez-tez artıq çəkilmiş filmlərdə, tez-tez yox, amma olur təbii ki, yəni qəhrəman fərqli özünü aparır və sən başa düşürsən ki, yəni bu məntiqsizdir, yəni bu bir səhnədə, bütün səhnələrdə eyni deyilə bir, yəni eyni struktur üzrə. Amma bir səhnədə nədənsə özünü fərqli aparır, yəni hansısa fərqli sözləri deyir ki, hansı ki, ona uyğun deyil, çərçivəsindən çıxır bəli. Və bu biraz narahat edir, çünki sən onu düşünürdün ki, bütün film boyu eyni düşüncəli biri olsun. Yəni, təbii ki, onun transformasiyası olmalıdır və ən azı sən onu istəyirsən ki, olsun. Amma yəni, məntiqsiz olur. Yəni, sən başa düşürsən ki, bunu deməməliydim. Amma, tutaq ki, çəkilmiş filmdə onu deyil. Yaxşı tanımalısan ki, qəhrəmanı, bunu deməzdir, sonrası olmasın da, yəni ki, bunu deməzdir, bunun dilindən... Ya onun savadı yoxdur bunu demək, yəni qəhrəmanın. Ya da, yəni... Yaşadığı mühiti və s. Mühit və s. Yəni, bütün o detalları nəzərə almaq lazımdır. Bütün ən xırdakı, yəni tamaşaçı da baxanda deməsin ki, bu saxtadır, desin ki, biz buna inanırıq. Tamaşaçı onsuz da başa düşməyəcək bunu, çünki bu, yəni bunu bilir, senarist bilir, rejissor bilir. Yəni, fikir verməyəcək, amma yəni ümumi... Və ümumi olaraq deyirəm mən, təbii ki. Hissiyyat orada məsələsi olur. Hissiyyat başqa olacaq, təbii. Bir də o şeydir də, bizdə Ali mənim səfərə deyirdi, yəni çox sadə suallara, çox sadə cavablar. Bunu çox belə mürəkkəbləşdirib də özümüzü də dolaşdırmaya. Yəni, bir qəhrəman yaradılır, onun hərəkətlərinə diqqətlə baxır. Yəni, amma çox diqqətlə qəhrəman yaradanda o səhvlərdən, İsmailin dil səhvlərdən qaçıb-qaçma olur ki, burada yəni, professor başladı özündən xas olmayan bir şeylərdən. O da ola bilər, amma onun da izahı olmalıdır, niyə bunu? Yəni, bəlkə keçmişdə əfsanada olur. Sürətə xidmət edir, qəhrəman. Və əsaslandırılmalıdır bütün hallar. Bəzən də ola bilir ki, müəllif çalışır ki, hər bir səhnədə qəhrəman təəccübləndirsin tamaşasını. Yəni, hansı bir şeydir burada, tutaq ki, heyvana qarşı çox mərhəmətli davranır, bizdə ona qarşı bir mərhəmət yaranır, xeyr. Sonra necə bir qəddarlıq edir insana qarşı. Daima təəccübləndirsin, bu zaman nəyisə saxlaya bilmir, öz xarakter çərçivəsindən çıxarır. Yəni, çünki burada tamaşaçının o təəccübləndirmə xüsusiyyəti ki, öndə saxlayır. O zaman nələrdən çıxarır? Mövzu əks mövzudur, mövzu əks mövzu. Yəni, o aydın müəllimin mühasirədən keçsən baxır. Yəni, bir bank oğurlayır. Cəmaat deyir ki, gedir, mən də bank oğurlayım. Sonra görsən ki, o polis tutur. Yəni, bank qorumaq. Yəni, demək sən belə olsun. Yəni, mövzu əks mövzu bir mübarizəyə quşur. Müzakirənin əsas mövzusu xarakterlər və dialoqlar olsa da, ədəbi əsərlər, ədəbi dilimizin ssenariyə uyğunlaşması, bundan irəli gələn problemlər, müasir kinomuzda qəhrəmanlıq məsələlərinə də toxunuldu. Azərbaycanlı görünmə və Azərbaycan dilinin görünməsi məsələsi bizdə bu o qədər çox qatlı, çox şaxəli problemdir ki, bizdə o media dili yaranmayıb. Yəni, bugün ən çox bilinən türk seriallarının dili tam küçə dildə deyil, ədəbi dildə deyil. Ən gözəl başa düşdüyümüz bir formada biz otursaq heç hekayə yaza bilmərik türkcə. Mən heç elmi məqalədən danışım, tamamilə başqa bir şeydir. Biz serialı baxırıq və bunu kütləvi demək olar ki, başa düşə bilirik. Bunun o strukturlarımız, rəsmi strukturlar və hər bir fərdimiz, indi İsmail deyib padruqa, hamı padruqa demək olar ki, bacılıq deyirəm, götürəndə bacılıqdır bu. Rəfiqə sözü oturmur da dilimizə oturmur dediyimiz şeyəsində dil vərdişimiz yoxdur. Heç kim burada 40 adamı kim masaya masa deyir evdə. Hamı stol deyir. Daha uzaqlara gedəndə paytaxtdan istol deyənlər var. Amma biz bilirik ki, bu masadır və qəhrəmanın dilindən masanın üstünə bir stəkan çay qoy,
masaya gətir deyəndə biraz bizi sanki təbii danışmadı kimi görünür. Əslində kino işçiləri də, senaristlər də, filmdə o daha kütləvi sənətdir. Ədəbiyyatçılar da, serialçılar da yavaş-yavaş o dil vərdişini düzəltməlidir. Hamımızın dili kütləvi şəkildə bizim cəmiyyətin dili çox kirlidir bu mənada, çox qarışıqdır. Və bir sualım vardı bizim yoldaşlara, mən xatırlamıram. Son illər filmlərimizdə titrdə redaktor filan kəs yoxdur. Ya bu redaktoru siz niyə heç zat sayırsınız? Ümumiyyətlə, kino, rejissorlar ümumiyyətlə. Mən başa düşürəm, qəpiyə-qəpik bir proyekt ortaya gəlir, zorla ki, nəsə olur, hamı o maddi çətin altında əzilir, ideyalar əzilir maddi çətinliyə. Yəni, redaktor yox, siz diyaloglar işləmirsiniz, sizə çox lazım olmur yəqin ki. Nəzərə alaq ki, burada 190 ilə yaxın, 190 il işğal olur. Və o işğal dövrünə qədər olan ki, dövrü götürsə, əsrlərdən əvvəlki, orada formalaşa bilərdi təbii. O müddətdə bizim dilimiz saxlayıb, özünü qoruyub, saxlamağa çalışır. Rus işğalı falan, sonra 70 il sonra. Yəni ki, bu əslində bizim indi dilimiz azad olandan sonra tanışıb ki, yeni, elə bilin ki, özünü elə tapmayıbdır. Və oturub burada danışmaqla ki, biz ekran dili tapaq. Ekran dili təcrübədə formalaşır. Heç kəs götürüb ekran dilini yazmayacaq. O təcrübələr ki var, ssenarilər ki yazılır, filmlər ki çəkilir. Ekran dili artıq sonraki dövr, mərhələlər, illər üçün artıq bir əsas olacaq. Başa düşürsünüz necə? Yəni mən istəyirəm ki, bu məsələni ünvanlayım bizim həmkarlarımıza ki, yəni oturub burada fikirləşmək ki, biz bugün ekran dilinin qaydalarını formalaşdırırıq, o yazırlar, məsəl üçün ekran dilinin qaydaları belə olmalıdır, belə bir qayda heç nədə yoxdur. Bu təcrübədə formalaşan və sonra gələcəkdə nəzəriyyə kimi ortaya çıxacaq bir sistem ola bilər, yəni prosesdir. Yoxsa ki, gəlin belə danışaq da, məsələn, tutaq ki, götürən müəllif kinosunu. Nicat Dadaşov dedi ki, yəni mən diyalogları sevirəm. Təbii, yəni hərəkət daha önəmlidir filmdə. Çünki hərəkətli təsvirlərin yazılmasıdır film. Hərəkətli təsvirin yazılmasıdır. Diyalog hansısa bir güclü bir dəstək ola bilər, hansısa informasiyanın çatdırılmasına dəstək ola bilər. Amma məsələn, televiziya serialında ki, siz serial da yazmışsınız, bilirsiniz. Televiziya serialında da mən özüm də bu təcrübədə varam. Təbii ki, məcbursan ki, diyalogla verəsən, çünki artıq sən tamaşaçını başqa yolla ekran qarşısına gətirə bilməzsən. Yəni, əsas məsələ hadisədir, mən belə düşünürəm. Mən bir sual vermək istəyirəm. Bax, burada qeyd olundu ki, yəni əsas tutaq ki, xarakterdir, ondan sonra onun başına gələn hadisə yaxud hadisənin yaranması var. Amma axı qərbdə biraz fərqlidir məsələ. Məsələn, İsmail bəy sizə deyim də, məsələn, qərbdə belədir ki, mən dəfələrlə oluram da Los Angeles'da, ünsiyyətim çoxdur. Yəni, məsələn, əsas olaraq prodüserlər nəyə götürür? Xarakteri yox, hadisəni alırlar, süjet xəttini alırlar. Bax, bu çox maraqlı yanaşmadır əslində. Məsələn, biz deyirik ki, xarakter, okey, biz kökləndik özümüzü, necə deyim, çərçivələdik ancaq xarakterlə. Amma axı, əsas məsələ hadisədir, süjet xəttidir. O senarilərdə də əsas məsələ süjet xəttidir. Heç kəs xarakterə baxmır axı, əsas süjetə baxır. Senarinin quruluşuna, riyazi məsələyə baxır. Buyurun. Əsas xarakterə baxırlar, aktyora baxırlar, iştirakçıya baxırlar. Hansı hadisə? Baxırlar, gördülər bu adam kimdir? Rocky onun başına gəlir, yox özü gedir də hadisenin üstünə. Nadir mənim, hadisə, süjet xətti olmayandan sonra... Bu mübahisəli məsələdir. Bizim bunun başqası hər ayın öz münasibəti var. Buyurun, mən xahiş edirəm, buyurun. Yəni, ikisi də ola bilər əslində. Yəni, əsas hekayədir. Həmin Rocky, yəni, maraqlı bir karakterdir, maraqlı bir qəhrəmandır. Amma onun da öz hekayəsi var da. Underdog, yəni klasik underdog hekayəsidir də. Mənə gəlir ki, bir neçə ssenari yazmaq olar və hətta olamaz, sən ola bilər ki, deməyəsən ki, mən filan xarakteri yaratmışam. Yəni, sənin ssenarilərin xarakterlərsiz ola bilər də. Bax, indi fəlakət personajı var da, Bozbaş bir sənətlər. Sənin sevdiyim? Mənim sevdiyim, mən çox izləməm. O insan, yəni, burada oturanlardan hamısından maliyyə cəhətdən uğurlu insandır. O personajın, o xarakterin, maskanın da ola bilər. Xarakter bu qədər gücsüzdür də. Yəni bizdə indi Hozur filmi var, bir neçə. İnsan bu xarakteri fikirləşir, həm də senari müəllifi tapıb bunu, ona uğur gətirir, onun hekayəsi var. Yəni xarakter yaratmaq, xarakter dünyaya gətirmək bu qədər, yəni insanı dünyaya gətirmək qədər çox vacibdir və tutaq ki,
deyirlər ki, o Şurikin macəralarından sonra Moskvada hətta tələbələr arasında onun geyim tərzi, eynək taxmaq və s. tərzi çox dəb oldu, ona bənzədirdilər özlərini. Mən əminəm ki, gün keçdikdən sonra yəqin ki, həm ailə qurmamış kişilər, intellektuallar biraz onun geyim tərzinə və s. özlərini oxşatmaq istəyir. Yəni, vacib bölümdə bizdə xozu və fəlakət var. Ümid edək ki, yəni, senaristlər olaraq bu iddialı olan insanlar o cür intellektual adam, intellektual qadın və yaxud tənha qadın, yəni elə mənə gəlir ki, karakterin bir tamaşaçıya yapışmalıdır, onu bənzətmək istəməlisən özünü. Və onun sabah franşizası ola bilərsə, Rocky nədir, xarakter yaradır və multimilyoner olub və neçə insan əminəm ki, narkotikdən, araqdan, zatdan uzaqlaşıb və idman uğrunu məhz Rocky'yə görə qazanır. Bu qədər güclü bir şey. Əslində, buradan təzə bir söhbət başlayır. Çox maraqlı bir mövzudur. Yəni, o da süjetdən danışır da, hekayədən danışır. Xarakterdən hekayə yaranır süjet. Yoxsa xarakter süjetdə iştirakçı olur. Bu vacib bir məsələdir. Yəni, burada fəlakət doğrusudur. Onların xarakterindən doğur situasiya, dramatik situasiya bu xarakterdə. Gəray bəy əgər elə olmasaydı, komsomolçular gəlməsəydi, o hadisə də baş verməyəcəkdi. Komsomolçular nə məqsədlə gəldi? Cəlalı evləndirmək üçün. Yəni, Humayur da gözləyirdi, evləndirmək lazımdır, naparmaq, qoparmaq. Mən belə deyirəm, mənim interpretasiyamda belə. Və o yarandı, xarakterdən situasiya yarandı, süjet yarandı. Amma belə götürüləndə, Vogler, Zabla hamısını götürək və quraq özümüz üçün süjet və xarakterlər burada olacaq iştirakçı, sadəcə da icra edəcəklər, yəni ona görə də inandırmırlar. Nadir mənim sözünü, biz indi Pərvizlə müzakirə edirdik ki, senaryo təlimlərinin şeyi, Pərviz ardıcılığı belə gətirmişdi ki, ideya, süjet, ritm, diyaloqlar və s. Biz müzakirə kimi bir variant oldu ki, biz başlayırıq xarakterdə, yəni mən xarakter yaratmaq istəyirəm, mən təzə bir rock yaratmaq istəyirəm, mən fəlakət yaratmaq istəyirəm, mən Oktay yaratmaq istəyirəm. Birinci ondan başlayırsan, sonra xarakteri nə olmalıdır? Arkası olmalıdır. Okey, o arkasını yaradır. O arka nəyə süjeti tələb edir? Süjet diyaloqları tələb edir. Diyaloq nəyəsə. Yəni, xarakter fəaliyyətin başlanğıcında olanda və əsas hədəfdə olanda bizdə yəni çoxlu uğurlu senaryolar var, amma orada faktör ki, biz xarakter tapıcıyıq. Xaraktersiz çoxlu senarilər var. Bitər nələrin hesabına, yumorlu səhnənin, reaction hesabına vəziyyətdən çıxır, aktörün, rejissorun arası vəziyyətdən çıxır. Amma xarakter, Rusca'da vaqlavə uqla olsa, yəni fundament kimi olsa, bu bizim kinonu aparır. Gəray bəy, Kərbala İsmail, yəni bunlar hamısı xarakter. Qaynana, yəni qaynana bu Şamxal məclisdə bu personajı yaradır. İndi bizdə təəssüf ki, qaynana 1, 2, 3, 4 yoxdur, amma bu potensialı olan bir personajdır. Mövzunu qoymaq, mesajı vermək, süjeti qurmaq, o xarakter qalır. Mənə gəlir, bu çox vacib, boşluqdur bizdə. Yəni, Rüstəm Məhəmməd deyir ki, funksiya kimi var, amma xarakter gəlir deyir, çox o bir analizə ki, yeni nəsildə personajlar hamısı funksiya daşıyırlar. Dağıdıcı, qurucu, barışdırıcı, finala qovan, finaldan gecikdirən və s. Amma həmin personajın xarakterik özəllikləri yoxdur, ona görə xarakter də olmur. Mən bunu deyirəm, anti-qəhrəman olsun, amma olsun. Məsəl üçün, Uzaq Sahillərdə filmində Mehdi Hüseynzadə əslində kimdə orada İslam İttifaqı da götürürlər. Orada Avropanın, belə deyək də, azadlıqla mübarizə aparan çox yaraşıqlı bir Azərbaycanlı. Həm rəssamdır, həm nə bilim, Yesafon nümayəndəsidir filandır. Yəni, o yaraşıqlı Azərbaycanlı Avropanın gəlişə uğrunda mübarizə aparır. Bu da mesaj olaraq verilib də, faktiki olaraq. Sonra indi kinoda tendensiyalar dəyişdi. Biz daha çox, belə deyək, daha çox çalışdıq ki, öz problemlərimizi də göstərək. Ola bilər, bəlkə o biraz mani oldu bizim qəhrəman yaratmağımızla. Məsələn, 60-70-ci illərdə biz daha çox düşdük məhəlli məsələlərə, bu da vacib idi. Çünki kino düşməliydi artıq, insanlarla, insan dilində danışmalıydı. Belə bir, çox belə bir populyar bir fikri var da, məsələn, hamımız həyatda olduğumuz kimi danışır. Yəni, ədəbiyyat, yəni, ümumiyyətlə, sənətin işi həyatı birəbir ekrana köçürmək deyil. Yəni, mən həbsxanada necə danışansın, mənim işim ekrana onu birəbir kesin. Bu sənət kimi. Siz necə inandıracaqsınız danışasınız? Sənət orada girir, əzizim. Yəni, sənin dediyin yolunu çox asan sürücüsəm, sənədə keçdim. Yəni, o çox asandır. Yəni, mən vicdansızsa vicdansız demək çox asan. Diyaloqda. Həll edilib, o bərbad diyaloq.
Amma ona elə bir formada müraciət elə ki, elə bir heç imkan olmasa danışma. O başa düşsün ki, vicdansız. Bilirlər demək istəyirəm. Yəni bu çox asan instrumentlərdir. Belə həyatda olduğu kimi danışaq, həyatda olduğu kimi eləyək. Bu çox rahat cavab var. Çünki bizə bir dəfə Mastekasa gəlmişdi Pavel film o vaxt. Dedi ki, bir səhnəni ki oxuyursan, ancaq diyaloqunu, o səhnəni başa düşürsənsə, o səhnədə problem var. Yəni, diyaloqla səhnəni başa düşməlisən sən. Hamısını izah edirsən. Yəni, izah elədiyini danışdığında hər şey. Bir dənə burada solda ağaca baxın, sağda şeye baxın, sən də vicdansızsan, o şərəfsizdir. Yəni, bu diyaloq deyil əslində. Yəni, diyaloqun özünün, yenə də mən ədəbiyyatdan çox belə istinad eləyəm ki, tamam deyəm. Yəni, misal, Makinin kitabı var, diyaloq anı. Bölür qəhrəmanları. Misal, deyir ki, qəhrəman bir şey istəyir, ikinci şeyi deyir, üçüncü şeyi eləyir. Yəni, bura gəlib demək ki, səni sevirəm, istəyir onu deməyə, gəlir başqa şey deyir, tamamilə başqa şey eləyir. İndi bu düsturu götür, qoy səhnəmə, gör nə qədər çətindir. Bunu demək çox asandır. Gəldi bir aşiq qıza dedi ki, mən səni sevirəm, getdi, səhnə oldu, təbii həyatda olduğu kimi. Amma bu düstura otusturub səhnəni. Gör sən nə qədər vaxtın gələcək o səhnəyə. Ki, onu icra eləyəsən. Ki, bu, yəni, hər şey düzgün olsun. Ağzını açanda o replik onun ağzından niyə çıxdı? Çıxması olardı mı? Olardı. Yəni, birbaşa təzahür deyil. Yəni, görün nə qədər meyarlar var ki, bir səhnə sonda səhnə anlamına gəlsin. Bunları hamısını keçmək lazımdır. Yoxsa, ay, söyüşlə danışa bilərsən, heç bir problem yoxdur. Onsuz da eləyə bilər. Bunun meyarı söyüş var ya, söyüş yoxdur deyil. Yəni, düzgün yerdə olan hər bir komponent səhnəyə xidmət edir. Bəs Diyaloq nədir? Diyaloq qəhrəman daxili hərəkət edir. Diyaloq tamaşaçıya çatdırılmalı olan, xüsusi belə deyim, qurulmuş, konfigurasiya edilmiş bir informasiya toplusudur. Yəni, hansısa bir şey deyirəmsə, tamaşaçı onu bilsin. Hətta müraciət edən Nurlan, sən bilirsən ki, siz bilirsiniz ki, onun adı Nurlandır. Dünən niyə basketbola gəlməmişdim? Bilirsən ki, dünən basketbol oynamışıq, o da gəlməyib. Hər hansı bir informasiya tamaşaya çatdırmaq üçün. Amma tutaq ki, deyildi ki, zəif hesab edilir də, qəhrəman etdiyini deyir və yaxud mənim gördüyümü deyir, burada ağac var və s. Amma əgər müəllif onun arxasına başqa bir məna qoya bilsə, mən istəyirəm ki, siz bu ağaca baxasınız. Niyə? Çünki sizin diqqətinizi oraya yönləndirir. Qoya bilmirlər. O deyən ağacı, o ağacı deyən qoya bilmir. Təbii, yəni ki, o demək istəyirəm, diyaloq birbaşa ola bilər. Yetər ki, müəllif onun arxasına başqa bir məna düşünsün. O, Tarantino deyir də, Tarantino o hərəkət ki, diyaloqu artıq hərəkətə çevirir. Qəhrəman McDonald's-la, burgerlə bağlı danışır, amma sən başa düşürsən ki, bu iki nəfərin xasiyyəti necədir. O, Tarantino-sansa elə. Elə deyilsənsə, əzizim, danışmasın da qəhrəmanlıqlar. Nə gözəllik yəni. Bir də dünya kinosunda harsa bu 2000-ci illərin əvvəllərində də sırf diyaloqlar üzərində qurulmuş filmlər ki var. O da qaynaqlanıb daha çox yeni fransız dalğasından, bəli, onlardan da ağılır. Amma məsələn, Woody Allen filmlərdə də çox diyaloq var. Amma Woody Allen filmlərində elə piyonlardan istifadə edir. O qədər, o səhnə mizanına kimi, o qədər dəqiq düşür. Sən o diyaloqlarına baxanda, sən yəni diyaloq çox darıxmırsan. Əksinə, o səni incir və bəli. Nə az, nə çox. Düz 3 saatdan artıq davam edən müzakirə və qarşıda nəzərdə tutulan oxşar müzakirələr kinodramaturgiyamızın əsaslarının yenidən işlənilməsi və mükəmməlləşməsinə mühüm töhfələr verə bilər. Azərbaycan Kinematografçılar İttifaqının sifarişi ilə Azərnew Media, xüsusi olaraq Kamran Qasımov.